Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə bastırmaqda təqsirləndirilən Elmirə İbrahimovanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Elmirə İbrahimova barədə seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin baxış iclası martın 12-sinə təyin edilib. Qeyd edək ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan 41 yaşlı Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib. Bundan təxminən bir il sonra 2025-ci ilin dekabrında polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində Samir Əliyevin 40 yaşlı həyat yoldaşı Elmirə İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində bastırıldığı müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Elmirə İbrahimova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi asılaraq ittiham irəli sürülüb.